Hə, inşallah. Bugün sizlə Word izah eləyəcəyik. Word-ün ilk dərsidir. Gəlin baxaq görək Word-də ilk olaraq nələr bilməliyik. Birinci girirəm Word-də. Word-də əsas məsələ birinci kopyalamaq, yapışdırmaq. Bunlar artıq biz o bir dərslərdə də keçmişik. Kopya, Ctrl-C, Ctrl-V, Ctrl-A, Ctrl-Z. Bu kimi şeyləri o bizlərdə də keçmişik. Amma ilkin olaraq gəlin belə deyək. Bura tutaq ki, bir dənə söz yazıram, kitab sözü. Buranı seçirəm. Buradan şrift seçilməlidir və Times Roman da seçilə bilər. Ən məşhur ikisi istifadə olunur. Ya Times Roman ya da ki Arial. Və ikisindən biri istifadə olunur. Ölçüsü Times Roman 14, bəzi yerlərdə Arial 12-də deyirlər. Yəni tələbləri sizə görə verəcəklər. Burada böyütmək, şrifti böyütmək, kiçiltmək belə də ola bilər. Burada gördüyümüz bu hissə yazının hamısını böyüklə yazsın, uppercase, hamısını böyüklə yazır. Buradan vursam lowercase, bütün yazı kiçiklə yazılacaq. Burada gətirsəm toggle case, hərflərin birini böyük, qalanlarını kiçik yazacaq. Yəni bu dediyimiz şeyləri buraya tətbiq edə bilərik. Lowercase, uppercase, capitalize each word. Tutaq ki, uzun bir cümlə yazmışsınız, onların içində istəyirsiniz ki, bütün sözlər böyüklə yazılsın, onda uppercase-i vurasınız. Hamısı kiçiklə yazılsın, lowercase-i vurasınız. Birinci hərflər böyük yazılsın, capitalize each word-u vurasınız, belə bir şeyi tətbiq edərsiniz. Burada bold var, yazını vuranda qalınlaşdırır. İtalik var, vuranda yazı sağa doğru əyilir. Underline var, vuranda yazının altından xətt çəkir. ABC var, vuranda yazının üstündən xətt çəkir. X-in indeksində yazı, bir də X-in qüvvətində yazı var. Tutaq ki, X-in indeksində yazdırmaq istəyirəmsə, yazıram H. İndeksdə yazı yazılmaq istəyirəm, bunu üstə vururam, yazıram 2. Təzədən vururam, yazıram SO. Bir dənə vururam, yazıram 4. Təzədən vururam, götürürəm. Yazıram 6 metrin, kubu yazmaq istəyirəm, bura vururam, yazıram kubu. Üstünə vururam, götürürəm. Bu kimi şeyləri buraya tətbiq edirik. Yazının rəngi arxa fonu rənglənsin, burayla tətbiq edə bilərik. Yazının rəngi də buradan rənglənsin, burayla tətbiq oluna bilər. Və həmçinin tutaq ki, siz burada bu yazını yazdınız, belə düşünün ki, burada da bir dənə söz yazmışsınız, bax cümlə yazmışsınız, kompüter dərsləri tutaq ki, yazmışım, kompüter dərsləri. Və deyirəm ki, bu söz nə cürə yazılıbsa, buradakı sözlə eyni bu formatda yazılsın. Gətirəm, onda nə edirəm? Buranı seçirəm. Format Painter bunun üzərinə belə vururam. Sonra gətirəm bu yazını seçirəm. Avtomatik bu yazının formatını bu birisində də köçürmüş olur. Yəni bir yazının formatını o birisində də köçürülür. Sonra gətirəm nə edirəm? Yazı mərkəzə, sağa, sola, ortaya, hansı istiqamətdə dayansın, burayla da seçə bilərik. Və belə bir şey eləyə bilərik. Tutaq ki, yazıram ki, buraya yazıram tutaq ki, kitab, dəftər, qələm, pozan. Və istəyirəm ki, bunların yanında belə bir işarələr yaransın. Seçirəm buranı, gətirirəm buradan vururam. Yanında belə bir işarələr, 1, 2, 3, hansı işarələr istəyirəmsə, burayla da yarada bilərik. Və həmçinin buradan sətrlər arası məsafəni təyin edə bilərəm. Belə vursam, sətrlər arası məsafə təyin olunur. 1, 1.5, 2, hansı məsafələrdə olsun, belə təyin edə bilərik. Və həmçinin, burada misal üçün belə bir şey də var. Tutaq ki, siz ərizə yazsınız, ərizə forması. Deyirsiniz ki, bu yazı gəlsin, sağda dayansın. Buradakı yazı gəlsin, sağda dayansın. Buranı seçirəm. Gətirəm, buradan belə vururam. Bu yazını gətirir, harada saxlayır, sağda saxlayır. Sola vursam solda, sağa vursam sağda. Yəni, belə bir istiqamətdə saxlamış olur. Sonra götürüb buraya yaza bilərsiniz ki, ərizə. Ərizə. Bunu da belə yazmaq olar. Burada başqa nə edə bilərik? Bunun arxa fonunu rəhləyə bilərik, belə bir formada. Belə bir formada tutaq ki, rəhli istəyirəmsə, belə bir rəngdən rəhləyə bilərəm, xüsusi bir rənglərlə. Bu da olar. Belə bir formada da bunu rəhləmək olar. Belə şeylər eləmək olur. Bundan əlavə, burada find var, replace var, məlumatı tapa bilərik, bir də əvəz edə bilərik. Find-dan məlumat tapılır, replace-dən əvəz olunur. Nə cürə? Tutaq ki, mənim bir yazım var, belə bir yazılarımdır. Deyirəm, bunların içində video sözü harada yazılıb, mənə tapın. Gətirib find-in üstə belə vurub. Yazsaz video, harada video sözü yazıbsa, sizə tapacaq. Bir də deyirəm ki, harada video sözü varsa, dəyişdirin eləyin audio. Burada replace sözü var, replace, sol tərəfdə replace sözü var. Replace sözün üzərinə belə vursam, gətirib buraya yazsam ki, video sözlərini dəyiş elə audio, replace all, harada video sözü varsa dəyişdirib audio sözü eləmiş olacaq. Yəni, buradakı replace-in vasitəsilə find-dan məlumat tapılır, replace-dən məlumat dəyişdirilir.
Bundan əlavə find-dan dedik tapırıq, replace-dən dedik məlumatları dəyişdiririk, bu heç. Burada biz başqa nə iş görə bilərik? Hərflərin yerlərini öyrədimizsə, hansı hərflər harada yerləşir? Bax, W hərfi klaviaturada Ü hərfidir. L-nın yanında olan hərflər I ilə Ə-dir. Bu latındır. Bəli, bizim dildə də. P-nın yanındakı Ö ilə R-dır. P-nın yanındakı, P hərfi yox, P-nın yanındakılar. Və nöqtə hardadır? M-dan sağdakı birinci düymə C-dır, ikinci düymə Ş-dır, üçüncü düymə nöqtədir. Bir dəfə də onu shiftlə də vuranda vericidir. Salam olar. Shiftlə də vuranda o vericidir. Sonra gətirib belə eləyə bilərsiniz başqa. Misal üçün, nömrə işarəsi, ən məşhur işarə. Shiftlə 3. Və gətirib shiftlə 3-ü belə vursaz, shift 3-ü vursaz, sizə nömrə işarəsini qoyur. Shift 3. Nömrə işarəsi də belə təyin olunur. Sonra burada başqa nə iş görə bilərik? Bunları dedik. Altdan xətt, shiftlə minus, tutaq altdan xətt, shift minus. Soyad altdan xətt, shift minus. Doğum tarixi altdan xətt, doğum tarixi altdan xətt, shift minus. Belə yollarla da bunun altından xəttləri belə formada çəkə bilərik. Shiftlə minus, bunlar da ola bilər. Sonra gətirəm, mən nə görürəm, nə iş görürəm? Nə? Burada var idi. I, burada var. Onlar burada göstərdiyim şeylərdir, rahatdır. Sonra klavişdən Ctrl B-ni vurub yazını qalınlaşdıra bilərsiniz. Ya da Bolt-u vurun, fərqi yoxdur. Bolt yazını qalınlaşdırır. Ctrl I-ni vurun, italik. Yazını sağa doğru əyilmiş formada yazın. Ctrl U-nu vurun, yazının altından xətt. Yazını altdan xətt. Belə şeyləri burayla təyin edin, geçsin. Və bu dediklərimiz belə təyin olur. Find-dan məlumat tapılır, replace-dən dəyişdirilir. Ctrl F düyməsi də məlumatı tapmağa kömək edir. Yəni məlumatı tapır. Ctrl H, yəni ki, məlumatı dəyişir. Bu kimi şeylər də buradan eləyə bilərsiniz. Yazı yazsız tutaq ki. Və tutaq ki, mən yazı yazıram, mərkəzdə yazılmalı istəyirəm. Çox sadədir. Gətirirəm, burada bir dənə ortanın üstə vururam, yazı mərkəzə çəkir. Ctrl E-ni vura bilərsiniz. Ctrl E, centerin E hərfi. E-ni vursuz yazsız. Nikaha, yaz atacam arayış. Nikaha, misal üçün, daxil olmaq istəyən şəxslərin tibbi, enter, müayinədən, aşağı düşməksə enterdən düşəsiniz. Müayinədən keçdiklərini təsdiq edən, enter, arayışın forması. Altdan xətt shiftlə minusdan qoyasınız. Sonra təzədən enter, təzədən sola çəkilməlidir. Bax, gətirirəm, sola vururam, sola çəkir, başlayıram buradan yazmağa. Altdan xətt, shift minus. Sonra enteri vururam, təzədən düşür yenə aşağıya. Tələbə deyir ki, mənim xəttin altında yazı var. Yazı var, yazda. Xəttin çəkəndən sonra enteri vur, yaz. Ölkə, rayon, şəhər, kənd. Ortalayırıq. Enter. Təzədən sola çəkirəm. Altdan xətt qoyuram. Enteri vururam. Təzədən ortaya çəkirəm və belə-belə yazılarımı yazacağam. Bu üçün olacaq yazılarınızın forması. Bir yazınızı bu formada yazarsınız. Ümumi olaraq. Götürəsiniz, başdan ayağa götürüləsiniz. Bir dənə də burada cədvəl formaları var ki, onlardan bir dənəsi izah edeyim, sonraki rahatdır. Və tutaq ki, yazınızı yazdınız, girəsiniz insertdən, məsələn, insertdə nələr var? Table var. Insert menzunu gələndə sizə deyəcəm, amma burada table indi bir dərs üçün izah edeyim. Burada cover page var, titul vərəqidir, ilkin vərəq. Yəni, kitab açılanda birinci vərəq nə gəlir? Bax, bunu seçirəm və birinci vərəq bu açılır. Document title. Yazıram, tutaq ki, computer dərsləri, bu sözü yazıram. Burada bu olur. Sonra blank page, boş səhifənin əlavə olunmağı. Burada blank page-in üzərinə vursam, boş bir səhifəni əlavə edə bilərik. Table cədvəldir.
Cədvəl nə cür düzəldəsiniz Word-də? Insert-a daxil olasınız. Burada table var. Table-dan insert table girirsiniz bura. Neçə dənə sütun, neçə dənə sətri sizə onları yazsınız. Tutaq ki, bir dənə cədvəlin, bir dənə sütunu, bir dənə sətri varsa 1 yazsınız ancaq. 1-in 1-ə 1 cədvəl. Enter. Misal üçün, növbət cədvəlin 2 dənə sütunu varsa, insert-a girəsiniz. Table, insert table. Cədvəlin 2 dənə sütunu var, 10 dənə tutaq ki, sətri var. 2 dənə sütun, 10 dənə sətri. Enter. Bax, 2 dənə sütun düzəldir, 10 dənə düzəldir. Sətr düzəldir. Fikir verdiniz? 2, 10. Sonra cədvəlin yuxarısı birləşsin. Hələ ki, birinci dərs üçün bu bilməniz kifayətdir. Yuxarı birləşməyini istəyirsiniz, yuxarını belə seçsiniz. Table layout da merge cells var. Buna vurursunuz, birləşdirirsiniz yuxarını. Sonra bu xətt dayansın solda, xəttə tutub xətti çəkə bilərsiniz, belə sola. Bunu çəkə bilərsiniz aşağıya. Dostum, növbəti bir cədvəl, 4 sütunun 4 sətri var. Gətirirsiniz, insert-a girirsiniz, table-a girirsiniz, insert table-a girirsiniz. Burada column dedik sütundur, row dedik sətirdir. 4 dənə sütun, 4 dənə sətr var. Yuxarıya da 4, aşağıya da 4 yazsınız. Enter. Sizə 4 sütun, 4 sətr düzəldir. Yuxarı birləşsin deyəndə yuxarını belə seçsiniz. Table layout-a girirsiniz, merge cells-i belə vurursunuz. Bax, ən sağdakı table layout-a girirsiniz, merge cells vurursunuz, birləşdirirsiniz. Sonra başlayırsınız bunların içini yazmağa, formasını verməyə. İndi gözlüyüm bir dəqiqə varsa bir də forma görsədim. Demək, birinci bu tutaq ki, bunu yazmaq istəyirsiniz, nə də yazarsınız. Gətirəsiniz işlə, ortaya çəkəsiniz yazını. Baxın. Tutaq ki, bunu yazmaq tapşırır. Ortaya belə vuracağım, ortadan. Şrifti seçəcəm. Times Roman 14 və yaxud da ki, Arial 12 fərq yox, hansı istəyir seçin. Tutaq ki, mən tələb qoyuram Times Roman 14-də. Yazsınız sonra nikaha. Axıra kimi yazmalısınız, daxil, olmaq. Başlayasınız, yazarsınız. Enter, enter, enter. Təzən soldan yazılıbsa, çəkəsiniz sola. Altdan xətt shiftlə minus. Altdan xətti qoyarsınız. Enter, aşağı düşərsiniz. Boş mötərizə açarsınız. Sonra ölkə, rayon, şəhər, kənd yazarsınız. Ölkə. Müəllim, mən dırnağı hardan, nöqtə, vergülü hardan qoyum? Vergülü sual verəsiniz, bilən. M-dan sağdakı 3-cü düyməni shiftlə vuranda vergüldür. Ancaq Azərbaycan klaviaturasına yazın. Ölkə, rayon, şəhər, kənd. Sonra ortaya çəkəsiniz. Bu olacaq sizin birinci şiviz. Bunun hamısını doldurasınız. İkinci şivizdə də cədvəldir. Misal üçün, baxsınız ki, nə yazılıb? Şəxs, misal üçün, işə qəbul üzrə. Bu cədvəlin neçə dənə sütunu var, neçə dənə sətri var. Bu cədvəl kimi nəzərdə tutun da, bax bunu. Bu bir dənə sütunu, bir dənə sətri var da, düzdürmü? Bax bu var, müraciət olunan vakansiyanın adı. Bir dənə sütun, bir dənə sətirdir. Girəsiniz buradan table-a. Insert-dən, bir dənə table-dan, bir dənə dama seçəsiniz, o düzələcək. Bax, insert table-a girəsiniz, 1-in 1-ə yazasınız. Bu hazır olacaq. Gördünüz? İkincini yenə də yaradaq. Enter, biraz məsafə qoyun. Bunda neçə dənə sütun var? 1, 2 dənə. Görürsünüz?
Neçə sətr var? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. Hamı da saya bilir. Gəl siz insert-a girirsiniz, table-a, insert table-a, 2-nin ona bir cədvəl. Yuxarı birləşsin, yuxarını seçəcəm. Ən sağda layout var, oraya girəcəm. Merge cells vuracam, birləşdirəcəm. Xətt çəkilməlidir biraz sola, xətti tutacam, xətti üstə belə dayanacam, çəkəcəm sola. Buranı böyütmək lazımdır, buranı duracam, xətti açsa böyüdəcəm belə. Burada bir dənə fiqur yaradılır. Insert-a girəcəm, shapes, bir dənə kvadrat. Çəkəcəm bu fiquru belə. Ağardacam, bu olacaq belə. Fiqur çəkmək istəsəm, insert-dan shapes-dən. Gətirəcəm bura. Burada tutaq, baxacam neçə sütun var. 1, 2, 3, 4, 5 dənə. Insert-a girəcəm, table, insert table. 5 dənə sütun, neçə dənə sətr var, qoy görək. 1, 2, 3, 4 dənə. Sonra yuxarı birləşməlidir. Yuxarını seçəcəm. Layout-a girəcəm. Merge buranı birləşdirəcəm. Sonra düşdüm aşağıya. Enter. Neçə dənə sütunu var? 1, 2, 3 dənə. Neçə dənə sətri var? 1, 2, 3. Başa düşdünüz də? Belə bir işləyəsiniz. Başlayın. Xəttkeş. Xəttkeş o belədir ki, baxın, görsənir. View-yə girəsiniz, view menüsündə ruler var, xəttkeş, onu aktivləşdirin. Ruler. Gör sağdadır. Ruler sözü də burada. Ruler. Sağa gedin, o ruler deyil. Sağa gedin, sağa, sağa gedin. Bu nədir var? Onlar keçəcək hələ qabaqda. Bunlar hələ ki, bu dərslik bunu bilməliyiz. Hə, yazın da yazırsın. Gözlüyün. Komple zarfkaya taxarsınız, orada adaptör yeri var. Zarfkaya taxarsınız.